Salam əzizlər, xoş gördüksülər yenə mənim kanalımda. Mən sizin coğrafiya müəlliminiz Tural Hoca. Bu videoda sizə Azərbaycanın faydalı qazıntıları mövzusunu izah edəcəm. İlk öncə gəlin Azərbaycanın faydalı qazıntılarını qruplaşdıraq. Sonra onlar hansı rayondadır, hansı yataqdadır, bunları xəritə üzərindən həm də sxemləşdirib sizə çatdıraq. Başlayaq. Azərbaycanın faydalı qazıntılarını böləcəyik. Filiz, tikinti, yanar və bir də kimya xammalı başlıqlarıyla öyrənəcəyik. Deməli, bir yarım başlıq atacağıq filizləri öyrənəcəyik, bir yarım başlıq atacağıq yanarları öyrənəcəyik, bir yarım başlıqda tikinti xammalını öyrənəcəyik, diğer yarım başlıqda isə kimya xammalını ayrı-ayrı öyrənəcəyik. Gəlin başlayalım birinci filizdən. Filizlərimiz. Filizlər. Filizləri bölürük iki yerə. Qara və əlvan. Qara metallarımız Azərbaycanda əsasən iki dənədir. Dəmirimiz var. Dəmirin işarəsi bərabər tərəfli qara üçbucaqdır. Dəmir əsasən daşkəsəndədir. Daşkəsən. Buradakı yatağın adları elə daşkəsən yatağı, daşkəsən, Dəmiroğlu və Haman çay yataqlarıdır. Deməli, baxsaq xəritə üzərindən biz Azərbaycanda əsas dəmir filizi ehtiyatları hardadır? Daşkəsəndədir. Və daşkəsəndə bu yataqların adları nədir? Daşkəsən, Dəmiroğlu, Hamançay yataqlarıdır. İkinci qara metallardan nəyi verəcəyik biz? Xromu və yaxud xromit. Xromitin işarəsi qum saatıdır. Yəni, bildiyimiz qara kvadrat və aşağısı, yuxarısı qara, sağı solu ağ. Xromit Azərbaycanda həm Kəlbəcərdə var, həm də Laçında var. Laçın, Kəlbəcər, Laçın. Kəlbəcərdəki yatağın adı Göydərə yatağıdır. Laçındakı yatağın adı isə İpək yatağıdır. Gəlin, bunu da xəritə üzərindən göstərək. Deməli, Kəlbəcərdə xromit yatağı var, Laçında da xromit yatağı var. Deməli, baxsaq burada yataqların müvafiq adları Kəlbəcərdə Göydərə, Laçında isə İpək iyidir. Deməli, biz filizlərimizdən dəmir və xromiti izah elədik, yəni qara metallarımızı izah elədik. Əlvan metallarımız hansılardır? Əlvan metallarımıza biraz çox yer lazımdır. Gəlin başlayalım, belə qruplaşdıralım. Qızıl. Qızılın işarəsi nətər olacaq? Yarısı qara, yarısı ağ. Qızıl əsasən 3 rayondadır. Hansı rayonlardır? Gədəbəy rayonunda, sonra Kəlbəcər rayonunda və də Zəngilan rayonundadır. Gədəbəy rayonundakı yatağın adı Qoşadır. Kəlbəcərdə Zod, qızıl bulaqdır. Zəngilanda isə Vejnəlidir. Yataqların adlarının altından xətt çəkirəm ki, qarışdırmayasınız. Gəlin xəritə üzərindən baxalım. Deməli, Gədəbəy rayonunda qızıl var. Hansı yataqdır? Qoşa. Qoşa yatağı. Kəlbəcərdə burada Zodda var qızıl. Həmçinin burada Zəngilanda Vejnəli yatağı var. Bir də artıq yeni yaradılmış, daha doğrusu əvvəllər var idi bu rayon, Ağdərə rayonu. Ağdərə rayonunda da orada qızıl yataqları var idi, amma Ağdərə rayonu bölünmüşdü deyə həmin yataqlar düşmüşdü Kəlbəcərə. İndi yeni yaradılmış Ağdərə rayonunda da qızıl yataqları olacaq. Təzədən Ağdərə rayonu 2023-cü ildə yaradılıb. Keçək başqa əlvan metallarımızda nə var? Alünit. Alünitin işarəsi gördüyünüz kimi
Deməli, qara kvadratdır. İçərisi nədir? Ağdır. Alnit Azərbaycanda əsasən daş kəsəndədir. Daş kəsəndəki yatağın adı isə nədir? Zəylik. Sonra nə var bizdə? Molibden. Molibden hardadır bəs? Molibden işarəsinə baxaq. Biraz işarəsini düz çəkmədik. Molibden romdur. Amma rombun da içərisində nə var? Belə kvadrat vardır. Qıraqları qaradır, içi isə ağdır. Baxaq molibden işarəsinə. Molibden harda olacaq? Baxın burada. Hara düşür? Ordubad rayonuna, Zəngəzur dağlarına. Ordubaddadır. Ordubadda yatağın adı nə olacaq? Parağaçay və Ordubadçay. Parağaçay, Diyağçay da var burada. Ordubadçay da var, Diyağçay. Sonra hansı əlvan filizimiz var? Deməli, qızılımız var, alnitimiz var, molibdenimiz var, civə yataqlarımız var. Civənin işarəsi qalın belə çevrədir, qara çevrədir. Civə həm Laçında var, Laçında Narzanlı və Gilgəsçay yataqlarıdır. Həm də Kəlbəcər rayonunda var. Kəlbəcərdə isə deməli Ağ yataq, Şorbulaq və Levçay. Levçay yataqları civə yataqlarıdır. Gəlin xəritə üzərindən göstərəyim bunu. Deməli, civə yataqları Kəlbəcərdə var, Laçında var. Kəlbəcərdəki yataqlar Ağ yataq, Şorbulaq və Levçaydır. Laçındakı yataq isə Narzanlı və Gilgəsçay yataqlarıdır. Davam edirik. Əlvan metallarımızı yenə burada belə deyək, bir ayrı yer ayıraq, bir dənə də ayrı yer ayıraq. Deməli, qızılımız var dedik, alnitimiz var dedik, molibdenimiz var dedik, civəmiz var dedik. Bir də bizim nəyimiz var? Polimetalımız var. Polimetal. Polimetal Azərbaycanda 3 yerdədir. Ağdərə. Ağdərədəki yatağın adı Mehmanədir. Sonra Naxçıvanda, amma Naxçıvanda Şərura düşür. Yəni Şərurda. Yatağın adı nədir? Gümüşlü. Balakən və Zaqatalada isə fiziki coğrafi rayon kimi Zaqatala Lahaca düşür. Balakən, Zaqatala rayonlarında isə deməli 4 dənə yataq var. Kastaq, Mazım, Katef və Filizçay. Və bunların ümumi kompleks adı gedir Filizçay kompleksi. Çox böyük metal kompleksi yatağıdır. Yəni burada böyük belə deyək perspektiv var. Hal-hazırda geniş şəkildə istifadə olunmur, amma gələcəkdə böyük perspektiv vəd eləyir. Bəs polimetalın işarəsi nədir? Radiasiya. Deməli 3, deməli bölsək belə, belə. Deməli bir qara, bir ağ, bir qara, bir ağ, yenə bir qara. Belə də 3 dənə qara, 3 dənə ağ. Ümid edirəm ki, başa düşə biləcəksiniz bunu. Ən gözəli də nədir? Dərhal xəritə üzərindən göstərmək. Məsələn, baxırıq bura. Görürsünüzmü bu işarəni? Hara düşür? Balakən və Zaqatala rayonlarına. Həmçinin həmin o işarədən biz burada da görürük. Burada Gümüşlü yatağıdır. Bir də burada Mehmanə yatağı var. Hara düşür o? Ağdərə rayonuna. Baxaq, buradan biz davam edirik. Nə qaldı burada əlvan metallarda? Mis,
Misi də qeyd eləyək. Mis yatağımız nədir? Misin daha doğrusu belə bir işarəsi var. Qara düzbucaqlı üçbucaq. Mis işarəsidir. Və mis əsasən Azərbaycanın hansı rayonundadır? Gədəbəy rayonundadır. Gədəbəydəki yatağın adı nədir? Qaradağ yatağıdır. Yəni, bu qədər faydalı qazıntıdan yatağın adını, rayonun adını, işarənin adını bilsəniz, əslində sizə bəhs eləyəcək. Əsas filizləri mən burada sizə qeyd eləmişəm. Qayıdaq əvvələ, deməli, filizləri nədir? İzah elədik. İndi gələk, yanarı izah eləyək. Daha doğrusu yanarı biraz tələsdik, evi yoxdur. Yanar faydalı qazıntılar. Azərbaycanda nə var yanar? Yanar şist var. Yanar şist. Qaz var. Və də neft var. Baxaq, yanar şistlərin işarəsi belədir. Üçbucaq yuxarıdan, belə deyək, başdan belə çıxır. Yanar şistlərin ehtiyatı o qədər də çox deyil və əsasən Qobustan, İsmayıllı rayonlarındadır. Qaz. Deməli, qaz həm dənizdən çıxarılır, həm də qurudan. Dənizdə olan qaz yataqları Şah Dəniz, Abşeron və Ümid yataqlarıdır. Quruda isə 4 dənə yataq var. Gürcan, Zirə, Qaradağ və Qobustan. İndi baxaq. Burada Şah Dəniz yatağı bizi qaz ixracatçısına çevirən yataqdır, böyük yataqdır. Amma Abşeron da Ümid də böyük yataqlardır. Bunlar sırf qaz yataqlarıdır. Yəni bunlardan biz ancaq qaz çıxarırıq. Amma təkcə qazı qaz yatağından çıxarmırıq. Qazı, mədən qazı var, yəni bizim bildiyimiz bu qaz. Kondensant qazı var, yəni nefti emal edən zaman alınan qaz. Bir də səmt qazı var, neft çıxaranda çıxarılan qaz. Deməli, əslində qaz təkcə bizim bildiyimiz mədənlərdən çıxarılmır. Yəni dənizdə qaz mədənlərimiz hansılardır? Şah Dəniz, Ümid, Abşeron. Quruda isə Gürcan, Zirə, Qaradağ, Qobustan. Bunlardan biz mədən qazı olaraq alırıq. Amma neft emal zavodlarında kondensant qazı alınır. Bir də neft buruqlarında biz belə deyək, neft çıxaran zaman oradan da səmt qazı, yəni neftlə bərabər çıxan qaz əldə eləyə bilirik. Bəs nefti necə qruplaşdıraq ki, biz daha yaxşı öyrənək? Biz neft ehtiyatlarımızı, belə deyək, kitabda biraz fərqli vermişik. Mən də çalışacağım ona uyğun bir şəkildə burada bu qədər bir balaca yerimiz var, onu uyğunlaşdırım ki, sizin üçün də daha rahat olsun. Deməli, gəlin ilk öncə onu böləyim. Mezozoy və kaynazoy. Deməli, mezozoy. Mezozoy yaşlı neftimiz Muradxanlı və Mollakənddədir. Mollakənd İmişliyə düşür. Muradxanlı isə, daha doğrusu Mollakənd düşür Kürdəmirə, Muradxanlı düşür İmişliyə. Bəs o birisi neftimiz nə yaşlıdır? Kaynazoy yaşlıdır. Kaynazoy yaşlı neftimizi böləcəyik quruda olan neft yataqları və dənizdə olan neft yataqları. Dənizdə, quruda. İndi quruda olanları da bölək. Yanan, perspektivli, bir də yanmayan. Birin bitirməmiş obrisine keçdi, ev yoxdur. İndi yanmayan neftimiz hardadır? Yanmayan neftimiz müalicəvi neftdir. Müalicəvi. Ümid edirəm ki, oxuya biləcəksiniz. Və bu neft hardadır, əzizləyicilər? Naftalan. Perspektivli neft ehtiyatları nədir? Gələcəkdə bunların istifadəsi nəzərdə tutulub və bu neft ehtiyatları əsasən Ceyran,
çöldədir. Yanan neftimiz harda ki? Qurudadır. Əsasən Abşerondadır. Abşeronda hara düşəcək? Deməli, Abşeronda Pir Allahı da sonra nə olar? Balaxanı, sonra olar Yasamal, olar Bibi Heybət və s. Abşeronda. Sonra Salyanda var. Salyandakı yatağın adı nədir? Qara Çala. Sonra Siyezəndə var. Təkcə bunlardır mı? Yox. Azərbaycanda neftlə, qazla zənginliyi çoxdur. Əsasən Azərbaycan düzənlikləri, Xəzər dənizinin şelf zonası neftlə, qazla zəngindir. Gəldik dənizə. Dənizdə olan neft yataqlarımız hansılardır? Deməli, əsas ən məşhurları bunlardır. Azəri, Çıraq, Günəşli. Amma digərləri də var. Qarabağ yatağı var. Danolduzu var. Əşrəfi var. Alov var. İnam var. Kəpəz var. Və s. Bu da bizim yanar faydalı qazıntılarımızdır. Neft işarəsi bərabər yanlı qara üçbucaqdır. Qazın işarəsi isə bərabər yanlı ağ üçbucaqdır. Olar ki, üçbucaq çəkilə, yarısı qara ola, yarısı ağ. Bu səmt qazı çıxır buradan. Yəni, həm neft çıxır, həm də qaz çıxır. Başa düşdükdə bunu yəqin ki. Qaydaq pilusumuzu bu dəfə ürəklə qoyaq bura. Çünki yanları çəkdik. Gələk kimya xammalına. İndi baxaq burada kimya. Nə var? Nəyi biz burada kimya xammalı kimi verə bilərik? Kimya xammalı kimi biz əsasən duzlardan danışacağıq. Duz. Duz yadınızda qalsın. İki yerə bölünəcək. Narın və daş duz. Daş duz hardadır? Duzdağda və Nehrəmdə. Bunların hər ikisi də hardadır? Naxçıvan. Bəs narın duz hardan alınır? Abşeronun gölləri. Əsas hal-hazırda hansı göldən alırıq biz bunu? Masazır. Yəni bizim bildiyimiz Masazır gölünün, o Səhra Hiller gölündən oxşar olan Masazır gölündən biz narın duz alırıq. Naxçıvandan da daş duz alırıq, qaya duzu bildiyimiz. Bu duz kimya xammalıdır. Başqa nə kimya xammalımız var? Kükürt. Kükürt. Kükürdün işarəsi nədir? Kvadrat, içərisində belə üçbucaq. Kükürd əsasən Göygöl rayonundadır. Göygöl. Göygöldə hansılardır? Yataqların adı Çıraq, Dərə və Toğanalı. Başqa kimya xammalına nə deyə bilərik? Barit yatağı var deyə bilərik, amma baritit həm də biz neft quyularının qazılmasında istifadə edirik. Barit. Barit yatağı dedi hardadır? Gədəbəydə və Daşkəsəndə. Daşkəsəndəki yatağın adı Çovdardır. Gədəbəydəki yatağın adı isə Başqışlaq. Sonra keçək tikintiyə. Tikinti. Tikintidə bizdə burada nə var? Mərmər. Mərmər işarəsi romb, düz diaqonal. Üç cür mərmər var. Ağ, qara və
çəhrayı. Çəhrayı mərmər Qubadadır. Qara mərmər Şərurda. Ağ mərmər Daşkəsən və Ağdamda. Keçdik. Azərbaycanda tikintidə ən çox istifadə olunan əhəng daşı bildiyimiz kubik. İşarəsi kvadrat, ortadan belə. Əhəng daşı ən çox hardadır? Abşeron və Qobustanda. Sonra Ağdamda, Gülablıda, bir də Tovuzda. Sonra deməli kvars qumu var. Kvars qumunun işarəsi kvadrat, içərisində 3 dənə nöqtədir. Hardadır bu qumlar? Abşeron. Abşerondakı bu qumlar hansı yataqdadır? Hacı Vəli və Hökməli. Başqa? Sement xammalı. Sement xammalı əsasən Qaradağdadır. Bir də Tovuzdadır. Başqa nə deyə bilərik? Gips. Əslində gipsi tikintidə də götürə bilərik, kimyada da götürə bilərik. Gəlin, gipsi kimyaya verək. Gips. Gipsin işarəsi nədir? Belə. Hansı rayona düşür? Goranboy. Goranboydakı yatağın adı nədir? Ağca kənd. Sonra bura seoliti də yaza bilərik. Seolit. Seolit Tovuzdadır. Tovuzda yatağın adı nədir? Ağdağ. Havanın suyun əsas təmizləyicisi kimi seolitdən istifadə olunur. Tikintidə burada biz travertin də yaza bilərik. Travertin. Travertinin işarəsi belə sola yıxılmış kvadrat kimi götürə bilərsiniz. O kvadratın yarısı nə olacaq? Qara. Travertin hardadır? Naxçıvanda. Hansı yataqdır? Şah taxtı. Harada yerləşir bu? Naxçıvan. Başqa? İndi mənim ola bilər ki, dərs zamanında unutduqlarım olsun. Amma bu sizin üçün problem olmamalıdır. Daha geniş formasını kitabdan da öyrənə bilərsiniz. Amma mənim sizə burada köməyim nədən ibarət olacaq? Qruplaşdırdım. Ən qısa, ən yadda qalan formada sizə təqdim elədim. Mən Tural hocam. Növbəti videolarda sizlərlə görüşmək ümidlə sağollaşıram. Sağ olun, salamat qalın.